Hamınıza salamlar. Artıq yaz gəlib. Güllərim mənim açır. Ona görə də qərara gəldim ki, sizə öz güllərimi çəkim, göstərim ki, necə mənim güllərim açır. Bu, bildiğiniz kimi antorium gülüdür. Bu hündür sortudur. Bu güllər, hansı ki bu yekələr neçə ayda artıq üstündədir qalıb. Bu üçüncü balaca təzə açıb. 2-3 gün olar açıb. Mən burada hələ ştillər də eləyirəm. Görürsünüz paketlərdə, balaca stəkanlarda. Ştil eləyib satıram çünki çoxdular. Kəsirəm, atmıram. Kökləndirib satıram. Yəni ki, lap elə çox satmıram, amma olur da alırlar. Bu ağ qızıl gül açandır. Taberna Montana güldür. Onun da ştillerini görürsünüz stəkanlarda. Kökləndirirəm. Eləncə satıram. Burada orxideyalar görürsünüz. Onlar hələ gül açmayıb. Gül açmırlarsa hələ ki. Yəqin inşallah açarlar, gül açarlar. Belə. Çox gözəl güldür. Bu hündür sortdur. Hardasa 50 santıdan elə bir hündürdür, çoxdur. Yarım metr böyle. Çok güzel güldü. Bu benim Taberna Montana gülüdür. Bayaq göstərdiyim otaqda da var. Pəncərədə, mətbəxin pəncərəsində də var. 3 dənə qab böyüdürəm. Ondan çox gözəldir. Krasandra da çox gözəl güldür. Bu da qırmızı olsa lap qəşəng olar, amma belə də pis deyil. Bu da elə-belə çəkdim. Yaz gəlirdi, hələ qar var idi. Əlbəttə mənzərə xoşuma gəldi, çəkdim sizə. Video baxdığınıza görə çox sağ olun. İnşallah yaxşı güllər çox atsa, video çəkib paylaşacağım. Gözəl güllər.